Tələbə Gözünə səhifəmin dəyərli izləyiciləri, bu ikinci şans qəbul imtahanından necə eləyək ki, yaxşı bir bal artıraq, necə eləyək ki, yüksək nəticə əldə edək, bugün ondan danışacağım. İlk imtahandan 630 civarı yığmışdım. İkinci imtahanda isə 660-a qədər qaldırmışam. Ola bilər ki, mən bu videoda biraz tez danışım, çünki mən çıxmalıyam. Və ona görə mən maksimal dərəcədə tez danışacağam ki, bu videonu da edit eləyəndə yəni sizlə də istədiyim məlumatları bölüşə bilim. Çünki mənə çox sual gəldi ki, Aydan xanım, buna aid bir video bölüşün. Kim deyir ki, yəni yalandır, artırmaq olmur, ikinci imtahan çətindir. Bunlar hamısı yanlışdır, bunları kökdən unuduraq. Çünki sizə sıfırdan hər şeyi başa salacağam. Və bunu mən necə eləmişəm? Çünki siz artıq Aydanın kanalındasınız. Elə isə başlayaq. Deməli, mən özüm birinci qrup, yəni abituriyent idim. Kimya, fizika, riyaziyyat və qeyd eləmək istəyirəm ki, əgər siz özünüz bunu istəyirsinizsə, özünüz eləyəcəksiniz. Heç bir müəllimə də ehtiyacınız olmayacaq bu dövrdə. Baxın, mən özüm, bilirsiniz ki, kimyadan Könül müəllimə, fizikadan Hikmət, riyaziyyatdan Müsət müəllim, mətanət müəllimə, yəni bunların hər birini kanalımda danışmışam. Baxın, mən yay aylarında hazırlıqlara getmirdim. Baxın, həqiqətən bunu, yəni real olaraq da bir ay ərzində sırf evdə oturdum. Yəni, sırf evdən özüm işlədim. Yəni, bunu mən necə elədim? Baxın, əgər siz özünüzə bir sistematik cədvəl qursanız, hər şeyi rahatlıqla eləyə biləcəksiniz. Baxın, riyaziyyatı götürürsünüz. Ən böyük məsləhətim, başdan bütün mövzuları təkrarlayıb topludan test işləməyin qətiyyən. Siz sınaqlar işləməlisiniz bol-bol. Bol-bol sınaqlara başlayacaqsınız. Baxın, belə eləyin. Götürün birinci qrupun dim qəbul sınaqlarını, hansı ki, məndə bunların hər birinin 2016-cı ildən tutmuş 2025-ə kimi bank şəklində var. Kim əldə eləmək istəsəm, Instagram bura yerləşdirirəm, yazar. Həmçinin yanında mənim motivasiyalarım, sizlə konsultasiyalarım hədiyyə olacaq. Baxın, belə deyim. Riyaziyyatı götürürsünüz. Həndəsədən, məsələn, həndəsədən problemləriniz var, siz bilirsiniz. Sınaqları işləyirsiniz, görürsünüz ki, həndəsədən 3 bucağı yaza bilmirəm. Dairədən, məsələn, bunu yaza bilmirəm. Qeyd edirsiniz xırda-xırda özünüzə ki, hansı sual tiplərində səhvləriniz çıxdı. Həmin sual tiplərinin qaydalarını təkrarlayırsınız. Sonra gəlib həmin qaydalara uyğun topludan işləyirsiniz. Baxın, bu taktikanı sizə heç kim deməyəcək. Bu taktikanı eləyin, görəcəksiniz ki, həqiqətən də sizdə alınır. İstəyir kimya, fizika. Baxın, kimyadan. Formullar var. Necə öyrənək? Aydan xanım, necə öyrənək yazılar mənə. Fizikadan formullar var. Öyrənə bilmirəm, çətinlik çəkirəm. Kimyanın formullarını yazın lövhəyə, yazın vərəqə, gözünüzün gördüyü hər yerə yapışdırın. Belə deyim, xüsusi belə özünüzə bir kağızlar tərtib edin ki, orada yazın məsələn reaksiyalar və qarşılıqlarını siz hər gün oturub yazsanız, bir ay ərzində 30 gün var. Sizin ola bilməz ki, çoxu yadınızda qalmasın. Siz artıq bura kimi təbii ki, bir yəni əldə elədiyiniz bir şeylər var. Bundan sonra artıq siz sadəcə möhkəmlətdirəcəksiniz bu bildiklərinizi. Baxın, fizikadan formulaları unudursunuz. Sınaqlar işlədikcə sınaqlar işlədikcə üzə çıxacaq ki, mən hansı formulları unuduram. Sən bunu oturub hər mövzunu başdan ayağa işləsən, axı bilməyəcəksən. Sən oturub termodinamikanı deyim ki, təkrarlayacaqsan qaydanı, gələcəksən termodinamikanı topludan işləyəcəksən, təmiz ağlında termodinamikadır da zaten. Gəlib onları düppədüz işləyəcəksən. Sən bu qarışıq sınaqlarda, məsələn, doyan buxardır, doymayan buxardır, burada qarışıq, içində elektromaqnitdən testlər olacaq. Sən deyəcəksən ki, ayda mən harda nəyi tətbiq eləyirdim görəsən. Sən buna öyrəşməlisən. Sən buna öyrəşməsən, gedib qəbul imtahanında yenə birinci, məsələn, imtahandan zəif yığmısansa, yenə gedib orada eyni situasiya ilə qarşılaşacaqsan ki, ayda mən neyniyim? Zamanla işləmirsən sən. Sən özünə, bax, bunu mütləq elə. Sən özünə, məsələn deyirəm, imtahan 3 saat olur, düzdür? Bir dənə 3 saat qoy özünə, 3 dənə də sınaq götür. Fizika, kimya, riyaziyyat və yaxud 3-cü qruplara deyirəm. Tarix, ədəbiyyat, Azərbaycan dili. Götür bunları özün üçün 3 saat ərzində sırf fokus halında, imtahandakı kimi, nə qalxma, nə durma, nə çay, nə yemək, sırf imtahandakı kimi başla işləməyə.
Gör sən nəyi çatdırmırsan, nəyi yanlış eləyirsən. Baxın, mən məsələn bunu özümdə o qədər eləmişəm ki, mən bilirəm ki, hə, mən birinci riyaziyyatdan başlayanda bilmədiklərimin üzərində dayansam, çox vaxt itirsəm, mən demotivasiya oluram, mən fizika, kimyanı eləyə bilmirəm. Sən bunu hər dəfə özündə elədikcə biləcəksən ki, səndə bu necə gedir. Baxın, götürün, mütləq dediyim kimi sınaqları saat dilimində işləyin, səhvlərinizi yoxlayın, baxın hardan çıxır, sonra gedin həmin qaydanı təkrarlayın, toplunu gəlin işləyin. Bunu eləyin siz. Və imtahan günündən bir gün öncə də oturub siz bilmədiyiniz qaydaları öyrənməyin, əziz abituriyentlər. Ağlınız, bilirsiniz necə olacaq? Yəni hər şey qarışacaq ağlınızda. Bir gün qalmış, mən şəxsən heç nə eləməmişəm. Həqiqətən deyirəm sizə. Ancaq getmişəm, əylənmişəm. Nəsə də belə uşaqlarla, ya ailəmlə demək, gülmək, əylənmək. Mən unutmalıyam, sabah imtahandır. Mənim zehnim belə çalışır. Mən onu unutmasam, mən stresə düşsəm, sabah yəni heç nə olmayacaq da, belə deyim. Sadəcə günün sonunda mənim ağlımda bir-iki dənə nüans var idi ki, mən bəzi düsturlarda nəyisə unuduram. Ona gəldim, baxdım axşam. Qruplar deyəcək ki, Aydan xanım, həmişə birinci qrupla danışırsınız. Niyə bizə məsləhət vermirsiniz? Baxın, Azərbaycan dilindən qrammatikaları qəşəng öyrənin. Qrammatikaları bilirəm, əzbərləyirəm, götürdüm, ta danışdım, qutardı deyil axı. Sən onu tətbiq eləmədikcə, sən qrammatikanı necə biləcəksən? Və yaxud da tarix, xronologiyalar var. Xronologiyaları özünüzə hekayə kimi öyrənin. Həyatınızın gözəl anlarını xatırlayın. Həmin günlərə, saatlara uyğunlaşdırın. Deyirsiniz ki, xronologiya yadımda saxlaya bilmirəm. Birinci qrup olsam da mən yəni tarixi də 5 nədə oxumuşam da. Ona görə yetəri qədər məsləhət verə bilərəm sizə bu barədə. Ədəbiyyatdan da yəni əsərlərdir, falandır. Onları da mütləq dediyim kimi təkrar eləyin. 2-3 nəfərlik qruplarda oturun, təkrar eləyin. Sonra testlərini işləyin, sınaqlar işləyin. YouTube-da izahlara da baxa bilərsiniz. Yəni hazırlığa getmirsinizsə, hazırlığa gedib də belə deyim də, istəyirsiniz evdə oturun və yaxud da onlayn müəllimlərə sualınızı verin. Bunu da qeyd etmək istəyirəm ki, sizləri yay ərzində 1 aylıq vəsaitədə hazırlıqlar keçirəm. Kömək yəni baxımından ki, gələcəkdə kimsə istəsə bilsin, riyaziyyatdan da dərslər keçirəm. Sırf yəni ingiliscə də riyaziyyat keçirəm. Prekalkulus, kalkulus 1, kalkulus 2 və Azərbaycan dilində də deyim, abituriyent hazırlığını həyata keçirdirəm. Hal-hazırda tələbələrim var. Konsultasiyama da qoşulmaq istəyən hər bir insan Instagrama müraciət eləyə bilər. Əgər motivasiyadan düşmüsünüzsə, əgər özünüzü yaxşı hiss eləmirsinizsə, tək mənə yazın, mən sizə yetəri qədər kömək eləyəcəm. Nə suallarınız varsa, şərhlərə qeyd eləyin və bilən bilir ki, şərhlərin hamısını özüm cavablayıram. Yəni hər bir məsləhətin, hər bir tənqidə də açığam. Yəni nə istəsəz yaza bilərsiniz, təhqir olmadığı müddətcə. Sağ olun, salamat qalın. Diləyirəm ki, hər biriniz ən gözəl nəticələr əldə edərsiniz və nə qədər bal istəyirsinizsə bura şərhlərə yazın. Mənim çox izləyicilərim var ki, yazıblar ki, 1 ildən sonra burada olacaq, sonra gəlib yazırlar ki, hə, Aydan xanım, bu bal topladıq. Sağ olun, salamat qalın. Növbəti videoda görüşmək ümidi ilə bir də mənə qəşəng ideyalar verin ki, mən nə videosu çəkim uşaqlar. Sağ olun.